Hər kəs salamlayıram. Bu videoda mən çevrə ilə bağlı maraqlı bir məsələnin, isbat məsələsinin izahını sizlərlə paylaşmaq istəyirəm. Gəlin vaxt itirmədən məsələnin həllinə keçək. Çox maraqlı məsələ idi. Məsələdə deyilir ki, ABC üçbucağında A təpəsindən BC-yə bir hündürlük çəkilir. Gördüyünüz kimi. Və bu hündürlüyün oturacağı bir D nöqtəsi olsun. Və deyir D nöqtəsindən AB və AC tərəflərinə yenə hündürlüklər çəkilir. Uyğun olaraq AB-yə çəkilən hündürlüyün oturacağı M ilə, AC-yə çəkilən hündürlüyün oturacağı isə N hərfi ilə işarə olunur. Bu məlumatları verdikdən sonra deyir ki, BMNC dördbucaqlısının cyclic, yəni xaricinə çevrə çəkilə bilən dördbucaqlı olduğunu isbat edin. Biz bu məsələni həll etməzdən öncə nəyi bilməliyik? Əgər dördbucaqlının xaricinə çevrə çəkilirsə, hər hansı bir dördbucaqlı olsun, onun xaricinə çevrə çəkmək mümkündürsə, biz çəkdim. Əgər onun xaricinə çevrə çəkmək mümkündürsə, onda onun qarşı bucaqlarının cəmi 180 dərəcə olmalıdır. Niyə 180 dərəcə olmalıdır? Çünki gördüyümüz kimi, məsələn, bu mərkəzi bucaq alfa olsun. Bu alfa bucağının söykəndiyi qövs nədir? 2 alfa. Bu beta bucağı olsun. Beta bucağının söykəndiyi qövs nədir? 2 beta. Ümumi çevrə 360 dərəcə olduğuna görə və 2 alfa plus 2 beta çevrəni tamamladığına görə, yəni 360 olduğuna görə, alfa ilə betanın cəmi 180 dərəcə olmalıdır. İsbatı bunun bu cürdür. Bu xassəni bilmək lazımdır bu məsələ həll etmək üçün. Və onu da qeyd edim ki, bu tip məsələləri həll edən zaman mən çevrə çəkmək üçün əlavə fiqurlar axtarıram. Çünki bu tip məsələlərdə əlavə çevrələr, fiqurlar çəkmək lazım gəlir. Misal üçün, BMNC-nin bizdə xaricdən çevrə çəkilə bilən dördbucaqlı olduğunun isbatını soruşur. Gəlin burada əvvəlcə BMNC dördbucaqlısını yaradaq. Baxın. Belə. BMNC dördbucaqlısını yaratdıq. İndi mən baxıram ki, AMD bucağı ilə AND bucaqları bir-birinə bərabərdir və 90 dərəcədir. Və bunlar da ANDM dördbucaqlısının qarşı bucaqlarıdır. Gördüyünüz kimi qarşı bucaqların cəmi 180 dərəcəyə bərabər oldu. Yəni bu nə deməkdir? ANDM dördbucaqlısını xaricinə çevrə çəkə bilərəm. Xaricinə çevrə çəkilən olan dördbucaqlı görən kimi onun xaricinə çevrə çəkin. İndi vaxt itirmədən onun xaricinə bir çevrə çəkək. A few moments later. Xaricinə bir çevrə çəkdik. Və BMNC-nin cyclic olduğunu isbat etmək üçün biz nə isbat etməliyik? Onun qarşı bucaqlarının cəminin 180 dərəcə olduğunu isbat etməliyik. Bunun üçün də biz bəzi bucaq işarələmələrindən istifadə edəcəyik. Misal üçün MBD bucağına bir alfa bucağı deyirəm. Sonra MDB bucağına da bir beta bucağı deyək. Görürük ki, alfa ilə betanın cəmi 90 dərəcədir. Niyə? Çünki BMD 90 dərəcədir. Alfa və beta da yerdə qalan bucaqlardır. Cəmi 90 dərəcəyə bərabərdir. Deməli, məcburən bu bucaqda alfa bucağı olmalıdır ki, ikisinin cəmi 90 dərəcə olsun. Yəni, alfa ilə beta 90 demişdik. Və beta ilə alfa da yenə 90 olacaq. Sadəcə yerlərini dəyişdik. Və gördüyümüz kimi, burada AMD bucağı da 90 olduğundan məcbur MAD bucağı da beta bucağı olmalıdır. İndi mən deyə bilərəm ki, MAD bucağı ilə MND bucaqları bərabərdir. Niyə? Çünki gördüyünüz kimi, diqqətlə baxın, MAD bucağı da, MND bucağı da eyni qövsə söykənən, daxilə çəkilmiş bucaqlardır. Yəni, buna görə bu dörd bucağının xaricinə çevrə çəkdim ki, bərabər bucaqları tapaq. Buna əsasən həllimizi tamamlayaq. Gördüyü kimi, bunlar eyni qövsə söykəndiyinə görə MD qövsünə, bu da beta olur. Beta olur. Həmçinin alfa bucağının söykəndiyi qövs MA-dır. Həmçinin ANM bucağının da söykəndiyi qövs MA-dır. Deməli, bucaqlar da bərabər olacaq. Yəni, burada alfa olacaq.
Və mən burada əlavə olaraq bir teta bucağı da yaradıram. Teta bucağı. Gördüyünüz kimi teta bucağının söykəndiyi qövs DN qövsüdür. Həmçinin NMD bucağının da söykəndiyi qövs DN qövsüdür. Deməli burada teta olur. Teta olur. Sonra nə deyə bilərəm mən? İndi siz nəzər yetirin ACB bucağına. Baxın. ACB bucağı. Çevrə haqqında belə bir teorem də var. Hər hansı bir çevrə çəkilib. Bu çevrədə bir toxunan, bir kəsən yaxşı çəkmədim. Bir kəsən çəkilir. İndi buna bir M qövsü deyək, buna bir N qövsü deyək. Bu da bir alfa bucağı olsun. Əgər bu toxunandırsa. Alfa bucağı nəyə bərabər idi? M çıxılsın N bölünsün 2-yə bərabər idi də. İndi bu teoremdə istifadə edəcəm. Bunu necə istifadə edəcəm? Buradakı bucaq üçün istifadə edəcəm. Buradakı bucağa baxıram. Buradakı bucaq nədir? Buradakı bucaq nəzərə yetirsəm, AD qövsü ilə DN qövsünün fərqinin yarısına bərabərdir. İndi o qövslərin dərəcə ölçülərinə baxaq. AM qövsünə baxsaq, AM qövsü mərkəzi bucaq olan alfa bucağının söykəndiyi qövsdür. Yəni, alfanın 2 mislinə bərabərdir. 2 alfa. MD qövsünə baxanda da MD söykəndiyi mərkəzi bucağın betanın 2 mislinə bərabərdir. Yəni, burada 2 beta olur. DN bucağına da nəzər yetirdikdə görürük ki, tetanın söykəndiyi qövsdür, yəni 2 tetaya bərabər olur. İndi mən ACB-ni tapa bilərəm. Bucaq ACB bərabərdir. DA qövsü nün dərəcə ölçüsü üstə gəl, daha doğrusu çıxılsın DN qövsünün dərəcə ölçüsü bölünsün 2. DA qövsünü yaza bilərəm. MA qövsü üstə gəl qövs MD çıxılsın DN qövsü bölünsün 2 bərabərdir. Mən burada MA qövsünə 2 alfa demişdim. MD qövsünə 2 beta demişdim. DN qövsünə də 2 teta demişdim. Teta bu 2 bölünsün 2. Nə olur? Alfa plus beta çıx teta. Bura qeyd edirəm. İndi baxaq. Artıq biz dördbucaqlımızın bucaqların simvollarla işarə elədik. BMS dördbucaqlısı nəzərdə tuturam. İndi baxaq. Alfa bucağına qarşı olan bucaq hansıdır? Bu 90 dərəcədir, nəzərinizə çatdırım. Beta plus 90 bucağıdır. Alfa ilə beta plus 90'ı toplayanda bizə 180 verir. Çünki biz demişdik də alfa ilə beta bucağının cəmi 90 dərəcəyə bərabər idi. 90 dərəcə. Deməli, bu bucaqların cəmi 180 dərəcə oldu. Avtomatik olaraq digərlərinin də cəmi 180 dərəcəyə bərabər olur. Amma gəlin yenə də yoxlayaq. 90 dərəcə və teta bucağı. Teta plus 90'dır bu. Üstə gəl. Bu bucaqda alfa plus beta çıx tetadır. Alfa plus beta çıx teta. Tetalar gedir, yenə qalır alfa plus beta plus 90. Alfa ilə beta yenə 90 demişdik. Cəmlərdə olur 180 və bu məsələdə belə isbat olunur. Bu qədər, sağ olun.